Bugün sizinlə Moldovanın ən məşhur şirniyyatlarından olan Babka Nyagri şirniyyatının reseptini bölüşürəm. Adının tərcüməsi qara nənə deməkdir. Ağ rəngdə sobaya girib qara çıxır. Düşünürəm ki, adının mənası ondan qaynaqlıdır. Amma niyə nənə, orası biraz müəmmalıdır. Qeyd edim ki, bu şirniyyat Moldovanın toy və yaz mərasimlərinin də əvəz olunmaz şirniyyatıdır. İlk öncə yumurtaları ağarana dək çırpıb kənara qoyaq. Unu, şəkər tozu və soda ilə qarışdıraq. Hər zaman olduğu kimi doymaq unundan istifadə edirəm. Üzərinə bitki yağı əlavə edib qarışdıraq. Daha sonra üzərinə kefir və ya qatıq əlavə edib qarışdıraq. Kefirin ardıcı südü əlavə edib tək tərkibli kütlə alınanda qarışdıraq. Bu mərhələdə əslində reseptə içki də əlavə olunur, amma mən təbii ki onsuz hazırladım. Daha sonra kütləni yumurta ilə birləşdirək. Sobada 3 saat bişəcəyinə görə bişirəcəyiniz qazan mütləq qalın altılıqlı olmalıdır, əks halda yanar. Qazanı yağlayıb daha sonra biraz unlayaq. Kütləni əlavə edib qapaq altında saat yarım 200 dərəcəli sobada bişirək. Daha sonra xodunu 100 dərəcəyə endirib saat yarımda bişirək. Yaxşı olar ki, tam soyuduqdan sonra dilimləyəsiz, amma mən nəticəni görməyə səbirsizləndiyim üçün dərhal dilimlədim. İlk dəfə hazırlamağıma baxmayaraq bol dəlikli strukturası rəngi Moldovanların hazırladıqlarından belə gözəl alındı. Qeyd edim ki, süfrəyə belə xırda dilimlənmiş formada təqdim olunur. Nə deyə bilərəm ki, adı qədər dadı və görünüşü də maraqlıdır. Hazırlamağa dəyər.